Deyim, mən oruc olanda əsəbi oluram. Oruc olanda şad olmasan, niyə əsəbləşirsən ki? Evdə hamı qorxur ki, filan cənab gələcək, indi iftar vaxtıdır, 5 dəqiqə gecikdirmə. 5 dəqiqə gecikdirmək olmaz. Qorxudan tütürürlər də, bu oruç tutub, bundan sonra... Yəni, evdəkilərə əziyyət verəsən, ətrafa əziyyət verəsən, bu orucun fəzilətini azaldır. Oruc sevincə səbəb olmalıdır, qəlbi şad eləməlidir. Buyurur ki, mən həssənə minkum fi hazə şəhər xulqəhu, kənə ləhu cəvazən aləs-sirat. Peyğəmbər buyurur, kim bu ayda gözəl əxlaqlı olsa, xoş əxlaq nədir? Yəni, gülərüz olsa. Deyəsən, orucdur bu. Gülərüz görəndə, belə, ne deyilər ki, qaşqavaqlı, orucdur, sən Allah danışdırma, orucdur. Qaşqavaqlı adam görəndə deyir, deyəsən, orucdur. Amma əslində belə olmamalı. Birinin üzü gülər görəndə deyəsən, orucdur bu.